Hər uşaqlar, biz bu cədvəlimizdə malın maya dəyərini həll etdik. Ümid edirəm ki, edənlər okey, etməyənlər də videonu təkrar izləyib özləri sıfırdan cədvəllərini hazırlamağa çalışın. Əsas nəticən düzdür. Kompüter işlərində də yenə düz yazacaqsan deməkdir. Əsas təyinatı, əməliyyatı bilməyindir. Bax, Günay xanım fərqli cür hesablamış. Heç mənim qədimdə getməmişdi. Amma mən ondan soruşa başa düşdüm ki, o dəyər üzərindən əməliyyatlar aparıb, miqdar üzərindən yox. O zaman riyazi əməldir. Hansı cürə hesablayırsansa hesabla. Doğru əməliyyatdırsa, nəticəsi də düz alınırsa heç problemi yox. İndi isə biz satışımızı proqnozlaşdırmalıyıq. Əsas əhəmiyyətli iş. Satış departamenti ilə maliyyə departamentinin hər zaman qarşı-qarşıya gəlməsinin səbəbi şirkət takibində bəli budur, qeyd edirəm. Bəli budur. Yəni necə? Heç bir zaman satış departamenti maliyyənin tabeliyində ola bilmir. Maliyyə departamenti də satışdan asılı vəziyyətdə ola bilmir. Səbəbi də bu hissədə yatılır. Çünki maliyyə bütün riskləri nəzərə alaraq, bütün xərci bölərək məhsulun daha baha satıla bilməsi onun üçün əhəmiyyətli deyil. Amma daha çox marja, yəni gəlir kar edə bilməsi maliyyət üçün əhəmiyyətlidir və onun ana funksiyasıdır. Satış departamenti isə məqsədi sizin həmişə məhsula daha aşağı satış qiymətində, daha doğrusu daha az marja qoymanızı tələb edir. Yəni, çünki o məhsulu daha çox sata bilməsi üçün qiymət rəqabətində qabağa düşmək istəyir. Öz peşə bacarıqlarından istifadə edilərək müştərilərə satış etmə əziyyəti çəkmədən daha çox məhsul satıb, daha çox bonus əldə etmək istəyir. Yəni, maraqların toqquşması. Onun üçün sizlər buna çox diqqətli olmalısınız. Mən, bəli, indi yox, satış proqnozunu yığdığımız zamansa, mən birinci cədvəlimin bu hissəsi mənim üçün yenə lazımdır. Həmin hissəsini copy edib əlavə edirəm. Buranı biraz açaq ki, cədvəlimiz normal görünsün. Tamam. Bu mənim məhsulumun alış qiyməti idi. Mənə buradan başqa nə lazım idi? Bu iki hissə mənim üçün belə kopyalamayayım, götürməz bir də. Bu iki hissə də lazımdır mənim üçün. Dəqiqə. Tez-tez həll edəcəm. Mən çalışıram hər zaman işlədiyim cədvəl səliqəli olsun. Çünki bəli. Yox, elə takıntılarım varsa mütləq deyilən, yəni onlar ciddi şeylərdir. Yəni həqiqətən diqqəti pozursa bəli, bu da hazırdır artıq. Mən indi nəyi müəyyənləşdirməliyəm? Bu məhsulu neçə satacağımı müəyyənləşdirməliyim. Ticarət əlavəmin, yəni marja faizimizi bilirik ki, şərtimizdən 30%. Məhsulun maya qiyməti ilə satış qiyməti arasındakı fərqin ümumi maya nisbətdə faizidir. Maya dəyərinə nisbətdəki faizidir. Biz onu 30% olaraq qiymətləndirmişik ki, bəri başdan belə düşünmüşük ki, bizim əməliyyat xərclərimiz, belə deyək də, ümumi maya dəyərinə nisbətdə və yaxud da ümumi xərclərə nisbətdə 10%-dir və yaxud da 15%-dir və biz ona görə istəyirik ki, məhsulumuzu ən azından 30% sataq ki, 15% əməliyyat xərclərinə, yəni inzibati xərclərə silindiyi zaman ən azından müəssisə 15%lik bir kara keçmiş olsun, yəni xalis mənfəətə keçmiş olsun. Müəssisə mi? Müəssisə ilk 6 ayını baxır ticarətdə necə qrupdur və nə əməliyyat edəcək. Onun asılıdır. Bəli, əvvəldə sən ancaq xərcləri çəkdiyin hissə olur. Daha sonrasında isə o çəkdiyin xərclər nəticəsində gəlir əldə etmə prosesinə başlayırsan. Yəni, ilk aylar xərc edib zərər edə bilərsin. Əslində, o çox da bir zərər sayılmaz. Nə mənada? Yəni, həmin dövr üçün zərər sayılar sənin kapitalından gedər. Kapital qoyuluşunun da məqsədi odur. Daha sonra sənin müəssisənin fəaliyyətinin əldə etdiyin gəlir vasitəsilə doğru qərarların əlbəttə ki, zərər etdiyiniz zaman mı? Vergi həmin zərəri təxirə salmağa sənə icazə verir. O zərər ən azından 2 il gözləyə bilir. Növbəti dövr mənfəətə çıxanda sənin mənfəətindən azalır həmin zərər.
Yox, güzəşt olması onun zərər kimi tanımasıdır da. Onun üçün sənə hər hansı bir gəlir istəmir, vergi də istəmir. Heç bir vergiyə tabe tutmursan. Yox, olmur. Biz marjanın faizini yəni şirkət özü müəyyən yoxsa bazara uyğun fikir olur. Yəni bunu Baxın, belə deyək, istəyirsiniz cədvəli bir hesablayın, cədvəlin üzərində təzədən əlavə sütunlar açın, sizin suallarınızı tətbiqi şəkildə həmin yerdə göstərin. Həm sualınızı təkrar edin, bura düşsün ki, həmin sualın cavabında video görüntüdə əldə edəsiniz. Əgər 30% marketinq tətbiq edibsə, maliyyə tətbiq edibsə, rəhbər təyin edibsə, yəni öncədən faiz nisbətiniz varsa, ümumiyyətlə İstər vahidinin maya dəyərinə, ki, mən hər zaman elə edirəm, yəni cəm mənə ən sonda lazımdır. Vahidimin maya dəyəri üçün hesablayacağım, plus deyəcəm. Mötərizədə həmin dəyərimin neçə faizi deyilib mənə? 30%. 30%. Ya bu formada hesablayacağım. Bəli, ora gələcəkdim və yaxud da ki, bərabər deyəcəm, məhsulumu vuracam 1.3-ə. Yəni 1.3 də deyil, əslində üzr istəyirəm 30-dur. Belə deyim ki, fikriniz qarışmasın. Bunu izah eləmək üçün gərək ədədin faizinin tapılması düsturunu tənli formasında quraq və bölə-bölə göstərə bilən. 1.3 deyil, bu 1.30'dur. Faiz nisbəti var, 30%, düzdür? Birdən sonraki hissəyə həmin faizi yazırsan, belə deyim qısa şəkildə. Əvvəlində 1 qoyursan. Bu şəkildə vurduğun zaman həmin rəqəmi alırsan. Əgər 40% qoyacaqsansa üzərinə bir şeyin üzərinə 1.40 olacaq. 70% qoymaq istəyirsənsə üzərinə 1.70 olacaq. Və bütün əməliyyatlarıma şamil edirəm. Nəticəmi əldə etdim. Hər məhsulun üzərinə qoyacağım faydanı gördüm. Deyək ki, mən bunu bura marjanı hara qeyd edək? Vahidi deyək. Sana xətrinə anı da böyüyünə qoymuştum. Gördün mü? Başka bir koyunuz mecburiyetindeyse her şirket talep ettiği zaman bu faiz yani iflas olursa böyle. Bir de denize yapılsa? Marja faizi yani buradaki faiz həmişə qoyulur və ya şişə məlumat əlbəttə o zaman faiz hesablar. Hər zaman qoyulur, rəqəm fərqli olur. Mütləq şey. Üstünə pul qoyulmalısan, axı üstünə qoyduğumuz dəyər var, ticarət əlavəsi dediyimiz. Gəlin belə deyim, marja sözünü çaşdırmaması üçün mən bura ticarət əlavəsi yazım Azərbaycan dilində və 30% ona rəqəm deyim. Yəni əməliyyatın üzərinə qoyduğum vəsaitə deyilir ticarət əlavəsi. Bir şey mənə neçəyə başa gəlibsə, mən onun üzərində satdığım qiymətin arasındakı fərq əmələ gətirəcəmsə, üstünə pul qoyacamsa, üstünə qoyduğum pula ticarət əlavəsi deyirəm. Mən bir də bir şey Onu elə yazmayacam. Şimdi bizim bir ticaret arabamız var, uluslararası. Bir de diğer her hafta bir mağaza indirim oluyor. Uluslararası indirimde de sonra O başqa bir əməliyyatdır. Birinci üzərində məhsul başqa dəyər gəlirlər, oradan indirim verirlər. İndirim verəndə isə həmin satış qiymətindən indirimi verir. Ticarət əlavəniz yerində. Gəldik. Yox, yəni heç vaxt kimsə ziyanlı indirim verməz yəni. İkinci hissədə isə üzərinə qoyduğum pulları, deyək ki, üzərinə nə qədər pul qoymuşamsa, onların məhsullarımın yəni marjası neçə faiz olduğunu müəyyənləşdirmək üçünsə sənin istədiyin marjanı yazıram və bərabərli deyirəm. Üzərlərinə qoyduğum pulu bölürəm nəyin üzərinə əlavə etmişəmsə ona, yəni vahidinin maya dəyərinə və bərabər deyirəm. Onu da niyə 130 çıxdı? Bir dəqiqə. Vur 100 dəqiqə şeyi qaytarım geri. Faiz düsturunu. Yine 100'e de vursam yeni nəticə çıxacaq da. Niye 130 oldu bu? Ha, üzr istəyirəm. Necə dəqiqə? Mən ümumi özünü bölmüşəm. Ona görə 130 faizə çıxdı. Təkrar baxaq.
Marja dediğimiz şey məhsulun satış qiyməti ilə bu ticarət əlavəsi dediğimiz şey əslində gəlin birinci buranı düzəldək. Ticarət əlavəsini üzərinə qoymadan sadəcə deyək ki 30% deyək. Ancaq üzərinə qoyduğumuz pul rəqəmini görək. Deyək ki üzərinə bu qədər pul qoymuşuq, yenə eyni dəyərdəyik. Həmin pulun neçə faiz qoyduğumuzu müəyyənləşdirmək üçün üzərinə qoyduğumuz rəqəmi bölək nəyin üzərinə qoymuşuqsa ona və faiz nisbətini formalaşdıraq. Kim hansı formatda istəyirsə o cürə mənimsəməsini etsin də belə deyək. Tamam. Burada hər zaman rəqəm belə çıxmır. Biz üzərinə qoyduğumuz vəsaitləri əvvəlcədən faiz nisbətini təşkil etmişdik deyə elə qoyuruq. Deyək ki, burada 40 manat əlavə eləyək, burada 54 manat əlavə eləyək, burada 75 manat əlavə eləyək. Fərqi yoxdur da, yəni əməliyyatları o zaman artıq marjin forması dəyişmiş olacaq. Biz məhsulların reyini Bəli, eyni faiz götürdüyümüz üçün. Deyək ki, müəssisə bizim üçün bazar qiyməti təyin etdiyi zaman nə deyək? Satış qiyməti tamam. Hara getdi bu? Bazara uyğun satış qiyməti bizə satış və marketing departamentimiz tərəfindən veriləcək. Bu verilən informasiyalar bu rəqəmlərdən fərqli ola bilər. Yəni, üzərinə qoyduğumuz ticarət əlavəsindən fərqli ola bilər. Biz gəlin birinci öz satış qiymətimizi müəyyənləşdirək maliyyə departamenti olaraq. Satış qiymətimiz nəyə bərabər olacaq? Satış qiymətimiz bərabərdir. Məhsulumuzun vahidinin maya dəyəri plus üzərinə qoyduğumuz ticarət əlavəsi. Və bu məhsulumuzun vahidinin satış qiyməti olacaq. Bu qiyməti əldə etdiyimi artıq burada belə deyim, biz məhsulumuzu satış qiyməti ilə müəyyənləşdirdik. Mənfəətimizi, başqa müqayisəli olan əməliyyatlarımızı apara bilərik. Eyni satış qiyməti, bir yanda bazar qiyməti deyək, burada olsun bizim bazar qiyməti. Xeyr, bu bazar qiymətini biz bilmirik. Bu bazar qiyməti bizə verilibdir. Misal üçün, buradakı əməliyyatları kopyalayıram. Daha doğrusu kopyalamadan nə deyək? Deyək ki, fərqli olsun istəyirəm. Əslində, burada olsun, nə qədər? 65 manat fərqli. Satış qiyməti 131 deyil. Bu 146 manat olsun. Bəli. Burada azaltmışıq da üstünə qoyulan rəqəmimizi. Bu olsun 8 manat. Burada qiymət nə olsun? 412 manat. Yəni, könlümüzdən elə keçdi. Burada olsun 240 manat. Burada olsun 100 manat. Burada 210 manat. Burada 5 manat olsun. Burada 413 manat. Burada 200 manat olsun. Və bu çeşiddə də olsun yaxşı 9 manat olsun. Deyək ki, bu rəqəmləri misal nümunə olaraq deyirik. Deyək ki, bu rəqəmləri bizə kim verib? Satış və marketing verib ki, malları mən bu qiymətə sata bilirəm.
Aslında bizim üzərimizə düşməlidir ki, bizim özümüzün hesablamamızla bəzilərdə 296%, bəzilərdə 266% də var idi hətta. Belə qiymət təyin edib, üzərinə qoyduğumuz məbləğ belə idi. İndi digərlərinin bizə verdiyi ilə o müqayisəni çıxartmamız lazımdır. Biz bazar qiymətinə uyğun marjanın necə olacağını müəyyənləşdirməliyik. Marja bazar qiyməti ilə. Bazar qiymətinə, qiyməti ilə deyək, o alansa problem deyil. Marjamızı bazar qiymətinə eləmək üçün mən nə etməliyəm sizcə? Niyə 30%-ni tapıram ki? Mən hətta mən bazar qiymətindəki marja faizini tapmaq istəyirəm ki, neçə faizləndir bu? Maya dəyərindən istifadə edərək etməliyik. Yəni birinci mən tapmalıyam nəyi? İlk nəticəm. Bazar qiymətindən, yəni marketinqin mənə verdiyi qiymətdə çıxmalıyam maya dəyərimi. Əldə etdiyim nəticə nə olur? Üzərinə qoyduğum pul. Yəni onların üzərində qoyacağı pul. Bunu opsiyaya şamil edirəm. Bəli, verə bilərsən. Mübahisən ora gələcəm indi. Əsas təyinatımız odur. Bəli. Bu marketinqin bizə verdiyi qiymətlər. Həmin qiymətlərdə baxırıq ki, biz ümumiyyətlə dəyəri formalaşdırmışıq. Bəzilərində zərərdəyik. Yəni bizə daha aşağı qiymət deyib. Anında bunları inkar edirik. Ki bunların minimum sata biləcəyimiz qiymət ən azından öz qiymətlərinədir. Yəni öz qiymətlə satman lazımdır. Bu qiymətlə sata bilməzsən. Və yaxud da bunu nəyinsə yanında elə formada sat ki, eyni dəyərdə pul mənə gəlsin, mən zərər etməyim həmin məhsulda. Amma bunları bir də biz faiz nisbətini formalaşdırmalıyıq axı. Biz sadəcə pulu formalaşdırdıq. Biz bura nə yazmışıq? Marja yazmışıq. Yəni faiz nisbətində. Tapdığımız dəyəri böləndə nəyə? Maya dəyərinə. Vuranda 100-ə. Ya da 100-ə vurmayın, faiz işarəsi qoyaram. 60% bu məhsula qoyub, 10% birində zərər edirəm, 9% digərində zərər edirəm. Faizlə olduğu yerdə və marja olan yerlərdə hər zaman sizə hardan göstərim onu mən? Buradan olsun. Average funksiyasını vermək lazımdır ki, ortalama faiz nisbətiniz biləsiniz ki, marjallığınız nə qədərdir. Eyni funksiyanı burada tətbiq edirəm. Buradaysa 126% oldu. İndi mən sizcə nəyi seçməliyəm? Özümüzün qoyduğumuzu mu? Yəni maliyyənin qoyduğu hissəni mi seçməliyəm? Yoxsa marketinqin verdiyini mi seçməliyəm? Səni işdən çıxardıram. Niyə çıxardıram? Çünki 82% ilə 126% arasında bayağı bir fərq var. Sən mənim o qədər əldə edə biləcəyim gəlir nisbətini əlimdən aldın. Mənə zərəri verdin, ona görə işdən çıxmaq məcburiyyətindəsən. Ərzəni yaz, zəhmət olmasın. Yəni, bunu deməkdə məqsədimiz nədir? Marketing hər zaman pis nəticə göstərməyə bilər. Bu etdiyiniz əməliyyatları da satış departamenti görmək məcburiyyətində deyil və görməməlidir də. Yəni, sən onlara məhsulun maya dəyərini deyə bilməzsən. Dediyin zaman həm konfidensiallığı pozmuş olursan, yəni kommersiya sirrini pozursan, həm də ki, satış menecerinin əlinə çox vacib bir koz verirsən və onu mütəmadi olaraq istifadə edir. Hər həftədə bir dəfə gəlib əlavə indirim istəyəcək. O indirim də çox güman ki, o satış menecerinin cibinə qalacaq. Əslində o satıb bəlli bir dəyərə. Sadəcə bunu sata bilmirəm, indirim istəyirlər deyib, bir qıraq endirə biləcəyin yer var orada sənin. Oradakı fərqi, həmin marjanı özünə əldə eləmək istəyir. Ona görə sənin hesablaman, alış dəyərin heç cürə satış əməkdaşlarına və marketinqə sızmalı deyil. Yəni onu mütləq qorumalısın. Marjamızı da hesabladıq. Biz deyək ki, bu marjanı hesablayandan sonra artıq bizə bu dəyərlərə ehtiyac deyil.
Bizə sadəcə bu hissələr lazımdır. Biz artıq bu 10%-ləri bir şəkildə bərpa etməmiz lazımdır. Nə etməliyik? Üzərinə qoyacağımız rəqəmləri artıq bazar qiyməti təyin etmişdilər. Mənfi 10-a düşən rəqəmlər artıq bu digər faizlərin içərisində getdiyinə görə sizin bir maliyyəçi olaraq təklifiniz nə olardı? Bir dəfə də sual verin. Biz artıq marketinqin bizə verdiyi qiymətləri qəbul etdik və price listə hazırladıq. Qiymət cədvəlini, yəni qərar verdik ki, məhsullarımızın satış qiyməti bu qiymətdən olacaq. Düzdürmü? Mən deyirəm ki, gözünüzün qabağında belə bir nəticə var da. Hansı şeyi təklif edə bilərsiniz ki, biz daha çox gəlir əldə edə bilək? Bundan sonra qaldıra bilmirsən. Onun növbəti partiyada edə biləcəyik da. Yəni indi edə bilmir, yaxud fərq çəkmişik artıq. Mən indiki məhsullar üçün deyirəm. Fazla bilmekten sıkılmıyorum. Ben de lütfen bilmiyorum. İki məhsulda doğrusan. Amma mühasibatlıq olaraq qərar veririk ki, biz bu məhsulun satışını dayandırırıq. Yəni stokluyuruq. Hələ ki bu məhsuldan satmırıq. Yeni partiya gözləyəcəyik. Və bir müddət həmin məhsulu bəli, sizin artıq burada bu məhsullarınıza qiymət qoymağa ehtiyac, qiyməti silməyin heç vaxt, amma faizləri silə bilirsiniz. Və ümumi satacağınızdan həmin dövr üçün marjanız avtomatik 160%-ə qalxmış olur. İstehsal etməmişsən, sən bunu almışsan zaten. Bu məhsulu bazarda zaten ehtiyac olacaq. Satan kimdir? Sənsə. Ya rəqiblərin də istər-istəməz məhsulu dayandıracaq və sən bu məhsulu qiymətini ən azından öz qiymətinə sata bilərsən və yaxud da başqasına verə bilərsən ki, o məhsuldan satan şəxslər var, hakimsə, sənin rəqiblərin, onlara təklif edə bilərsən. Bu partiyanı ki, bəs mənim əlimdə qaldı, sata bilmirəm, bunu götür deyə. Və yaxud da ki, məhsulu biz nə öyrəndik keçən dərs sizlə? Qiymət dəyərsizləşmə öyrəndik, düzdür? Orada bir əməliyyat da var idi, dəyərsizləşmənin bərpası ilə bağlı. Nə ola bilər? Məhsulun qiyməti. Axı, bazar qiymətinə görə biz bu vəziyyətə düşdük. Bazar qiyməti bərpa olana qədər saxlaya bilərik. Ancaq, Sabir, bu məsələ nədən ibarətdir? Sabir eşitmir. Ələkbər, bu məsələ nədən ibarətdir? Hansı məhsulu saxlaya bilərsiniz? Qida məhsulu saxlaya bilməzsiniz. Dərman vasitəsi saxlaya bilməzsiniz. Yəni, bəli, istifadə müddəti bitə biləcək məhsulları saxlamamalısınız. Yəni, onları ən azından 1 ay, 2 ay maksimum. Ağartı məhsulları əsla. Nə qiyməti var, satmalısan, getməlidir. Hər qaldığı dəqiqə zərər etmə ehtimalın var, yəni. Bəli. Olursa. Onu görə satmıyorum, saxlamışam hələ ki, ən azından uçot dəyərindən özümü saxlamışam. Yaxşı, yayda satın. Bəli. Bir dəqiqə birinci. Gəlin bir də mənfəətliyi də formalaşdıraq. Mənfəətimiz vergi çıxılmamış hissədir. Yəni, verginin öncəki xeyrimizdir. Onu tapmaq üçün nə edəcəm mən? Hansı satış qiymətindən? Bakın satış kıymetinden olacak. Satış kıymeti. Bazar qiyməti olmalıydı. Axı, mən bazarı qəbul elədim. Ben Düzdür? Siz ora fokuslanmışsınız, görürəm. Amma mən burada dedim ki, bizim nəticəliyimiz aşağı olduğuna görə, sənət də işdən çıxartdığına görə. Bizim nəticəmiz, yəni üzərində qoyduğumuz rəqəmlə bazar qiyməti arasında fərq olduğuna görə, bazar qiyməti daha yüksək dəyər olduğuna görə, marketing və satış departamentinin verdiyi rəqəmləri qəbul edədiyim üçün, onların rəqəmlərini seçəcəm, yəni qiymətlərini satış qiymətim kimi qəbul edəcəm və oradan vahidinin maya dəyərini niyə əvvəlcə vururam ki, nəticəsini vursam olmaz? Tamam. Həm də bir də vahidində də görək də nə qədər mənfəət əldə edəcəyimiz olmazmı? Baxın, bunları silməm lazımdır. Nəticəmizə təsir etməsin. Mənfəətin altına bir dənə vahidinə görə qeyd edək.
Tamam. Bir ortasal gelir oluyor. Ve Yanındasınız. Yanında başına. Sağ olun. bəli, düzəltdik. Bu da bizim ortalamamız. Yəni hər məhsulda bu gətirdiyimiz partiyadakı məhsulun hər birində, hər vahidində ortalama 48 manat 42 qəpik pul qazanır. Ortalamaları mən niyə çıxardıram? Bəli. Sürmüşəm boşluğu. Yoxda boşluq. Satmıram ki, niyə sayım ki? Onları ortalamada dəyər yoxdur ki, saysın onu. Əgər orada mənfi dəyərim olsaydı, bəli, sayardım. Vahidinin mənfəətini müəyyənləşdirdik. Ümumi partiya mənfəəti deyək. Cəmi mənfəət deyək ya da. Bəli, Günay xanımın istədiyi, arzuladığı, çox həsrətlə gözlədiyi hissəmizə cəmi mənfəətimizi müəyyənləşdirməyə. İndi vahiddən aldığımız dəyəri istədiyinə tətbiq edə bilərik. Vay. Hə? Neçə vurum? Güzel. Güzel olmaz o. Yeni kalktım. Görmek ya da. Kim dedi ki böldü? Böldüğünü kim dedi? Yeni başladım. Hiçbir şey. Bəli. Bildim. Biz hələ satmırıq. Biz hələ satmırıq. Biz burada görün nə yazmışam bura mən? Satışın proqnozu yazmışam. Biz hələ proqnozlaşdırırıq. Niyyətimiz budur. Qərarlaşdırdığımızı belə edirik. Qərarlaşdırdığımızda bazar qiymətimiz aşağıdırsa, bu qiymətlə biz 30% demişdik, 20% deməmişdik. Şərt hardadır? Miktarda bir faiz. Məhsul 20% satılıb demişdik. Bəli. Bizim bu hara getdi bu? Hə. Artıq bizim cədvəlimiz okeydir, mövcuddur və bir dənə bir şey də əlavə edə bilərik biz bura. 20 faiz. Başqa nə əlavə edə bilərik? Hə? Yox, onu burada etməsək də olar. Misal üçün mən bərabərdir desəm, cəmi mənfəətimi hara getdi bu? Bölsəm cəmi maya dəyərimə, vursam, vurmasam 100-ə. Görüm eyni marjdan. Burada alıbdır. Bəli. Hara getdi etmək istədiyim. İki məhsul yoxdur. Burada var idi. Çox vaxt bunu belə qoymuruq da biz. Ona görə ümumi nə qədər 690 ödəmələcək. Ha, burada da var imiş. Marja var artıq. Bunu artıq əməliyyat kimi görün. Düşünün ki, yox. Bu sizin proqnozunuz. Zəhmət olmasa mən videonu dayandırıram. Siz də bir 10 dəqiqə fasilə verirsiniz. Başqa şeylərdən söhbət edirsiniz. Bunu mütləq edirsiniz. Ondan sonra cədvəlimizin üzərində istəyirsiniz videolarımıza baxmaq şərti ilə real sizdən tələb olunan 20%lik hissənin satışını bu proqnozda seçdiyiniz sahə üzrə edib, yəni real satış nəticə onu edib və onun üzərində müqaviləşmələrini verək. Göndər.